Qaraxanlı dövləti Mərkəzi Asiyada yerləşir. Bu Qaraxanlı dövlətinin yerləşdiyi ərazi, bu isə Qaraxanlıların bayrağıdır. İndi isə gələk Qaraxanlılar haqqında olan məlumatlara. Qarluqlar 9-cu əsrdə Şərqi Türkistan, Yeddisu, Tianşan dağlarının ətəklərində yaşayırdılar. Aşina soyuna mənsub idilər, Göytürklər kimi, Xəzərlər kimi. İkinci Göytürk dövlətinin süqutundan sonra Uyğurların hakimiyyəti altına düşmüşdülər. Digər türk tayfaları ilə birlikdə Qaraxanlı dövlətinin yaranmasında iştirak etmişdirlər. Qaraxanlı dövləti Qarluq xanın varisləri hesab olunurdu. Onlar özlərini Turan hökmdarı Alper Tunqanın və yaxud da Əfrasiyabın varisləri hesab edirdilər. Qutluq Bilgə Qədir xan. Biz yenə qeyd edirik, İltəriz xan isə olur 2-ci Göytürk, Qutluq Bilgə Kül xaqandırsa Uyğur, Qutluq Bilgə Qədir xandırsa olur Qaraxanlı. 840-cı ildə dövlətin əsasını qoydu, paytaxt Balasagun şəhəri idi. Özünü böyük xan mənasını verən Qaraxan adlandırmışdı, ona görə dövləti Qaraxanlılar adlanır. Əfrasiyab sülaləsi İslam mənbələrində Qaraxanlılar belə adlanır. Satuq Buğra xan 932-ci ildə İslamın rəsmi dövlətliyini elan etmişdir. Nəticədə Türkistanda yaşayan əhalinin böyük hissəsi İslamı qəbul etmişdir. 942-ci ildə isə Satuq Buğra xan xaqan titulunu qəbul edib. Paytaxtı Kaşqar şəhərinə köçürüb. Ümumiyyətlə Qaraxanlılar İslamı qəbul etmiş ilk Türk dövlətlərindəndir. İslamın yayılması nəticəsində Türk dilində İslam ədəbiyyatı yaranmağa başlamışdır. Qədim Türk yazıları ərəb əlifbası ilə əvəz olunmuşdur. 10-cu əsrin sonlarında Türk dilində ilk Quran təfsiri yazılmışdır. Samanilərlə münasibətlərinə gəlsək, Samanilərin əsas rəqibi olmuşdur və ərazisini Qəznəlilərlə birlikdə bölüşdürmüşdülər. Qaraxanlıların ərazisi Balxaş gölündən Hinduquş dağlarına qədər idi. Paytaxtları isə Kaşqar, Balasagun, Uzgen şəhərləri olmuşdur. Ümumiyyətlə, şəhərlər ticarət yolları üzərində yerləşdiyi üçün inkişaf edirdi. Paytaxtlardan başqa Səmərqənd, Buxara, Ürgənc və Termən şəhərləri də məşhur idi. Gələk Qaraxanlı dövlətinin zəifləməsinə. Dövlətdə əvvəllər birbaşa xaqan xəzinəsinə daxil olan vergilər, xaqan sülaləsindən olan ayrı-ayrı şəxslərin xeyrinə toplanmağa başlanıldı. Bu feodal özbaşınalığın artmasına, mərkəzi hakimiyyətin zəifləməsinə gətirib çıxardı. 1042-ci ildə Qaraxanlı dövləti feodal dağınıqlığı və daxili çəkişmələr artdı. Dövlət şərqi və qərbi Qaraxanlıya parçalandı. 13-cü əsrin əvvəllərində şərqi Qaraxanlıya Qarakitaylar, qərbi Qaraxanlıya isə Xarəzmşahlar son qoydular. İndi Qaraxanlı dövlətinin xəritədə də bir daha baxaq. Asiyada yerləşir. Paytaxtları Balasagun, Kaşqar və Uzgen şəhərləri olmuşdur. Qəznəli dövləti ilə qonşu olmuşdurlar və burada Samanilər dövlətinin ərazisini Qaraxanlılar və Qəznəvilər öz əllərində bölmüşdürlər. Biz bunu Qəznəvi dövlətini keçəndə də qeyd edəcəyik. Qaraxanlılar haqqında da bu qədər.